Yüksək qan təzyiqi, hipertoniya müasir dövrün ən çox yayılmış sağlamlıq problemlərindən biridir və qidalanma bu xəstəliyin idarə olunmasında həlledici rol oynayır. Milli AZ xəbər verir ki, mütəxəssislər xüsusilə çörək seçiminin təzyiqə birbaşa təsir etdiyini bildirərək, hipertoniya xəstələri üçün ən doğru seçimi açıqlayıblar. Tam taxıllı və duzsuz çörəklər, yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən böyük təhlükə gizli duz, natrium mənbələridir. Adi ağ çörəklərin tərkibində dadı tarazlamaq üçün çox miqdarda duz olur. Mütəxəssislər bildirir ki, duzsuz tam buğda çörəyi damar divarlarının gərginliyini azaldan ən yaxşı variantdır. Tam taxıllı çörəklər liflə zəngindir. Lif damar sağlamlığını qoruyur və xolesterolu aşağı salaraq dolayı yolla təzyiqin sabit qalmasına kömək edir. Çovdar və yulaf çörəkləri, bu çörək növləri maqnezium və kaliumla zəngindir. Kalium natriumun mənfi təsirlərini neytrallaşdırır və damarların genişlənməsinə kömək edərək təzyiqi aşağı salır. Ağ çörək qan şəkərini sürətlə yüksəldən yüksək glisemik indeksə malikdir. Bu, bədəndə iltihablanmanı artırır və zamanla damarların sərtləşməsinə, ateroskleroz səbəb olur ki, bu da yüksək təzyiqin əsas stimullaşdırıcısıdır. Toxumlu çörəklərin üstünlüyü. Tərkibində kətan toxumu, günəbaxan və ya küncüt olan çörəklər əlavə omega-3 və sağlam yağlar təmin edir. Bu yağlar qan dövranını yaxşılaşdıraraq ürəyin yükünü azaldır.